Salam əleyküm, mən Hüseynzadə Xədicə xanım. Mənim müraciətim prezidentimiz İlham Əliyevədir. İlham Əliyev, mən 1 il 9 ay sizə müraciət elədim, 1 il 9 ay sizə siqlam verdim sosial şəbəkə ilə. Ona baxmayaraq nə bizim səsimizə səs verildi, nə eşidən oldu, nə bir şey. Mənim sözüm bilirsiniz nəyə görədir? Mən niyə görə sosial şəbəkəyə çıxıb yenə müraciət eləmək istəyirəm? Bu Baboş var, Baboş. Gündə TikTokdadır Baboş. Bayram Nurudur, Baboşdur. Və necə olur? Onları ilə yaxşı baxırlar, onları ilə yaxşı saxlayırlar. Bilmir kim saxlayır onları. Hansı məmur saxlayır, hansı məmurun yaxınıdır, qohumudur. Heç biz onu bilmirik. Hansı məmurun qohumudur? Kamran Əliyevindir, Vilayət Eyvazovundur, Əli Nağıyevindir, hansı? Bəlkə bəylərin qohumudur, biz bilmirik. Bəlkə Zeynal Nağdaliyevin adamıdır. Və necə olur? Nətər baxırlar? Onu yağbal içində saxlayırlar Baboşu. Evini də remont elədilər, həyətinə qədər daş da düzdürdülər, altına maşın da aldılar. Gündə Baboş, həmən Baboş. Gündə kebab yeyir, gündə qazanında ət bişir. Biz insan, mən 5 dənə körpə şama zorla tapıram o əti pişirirəm. Müraciət edirəm kiməsə deyəndə, mənə kömək eləyəndə mən onu bir tikə ət alıram. Özə bahalıdır ət. İndi belə ətin qiyməti bahadır. Bir tikə alırıq, pişiririk ki, uşağımız ac qalmasın. Və necə olur Baboşla Bayram Nuriyə? Yaxşı baxırlar. Onlar göydən mi düşübdür? Niyə görə bax, mən xalqa müraciət eləyirəm. Niyə görə o insanlara baxırlar? Niyə görə baxırlar? Niyə qazi ailələrinə baxmırlar? Baboşa kömək elədiyinizə, Bayram Nuriyə kömək elədiyinizə, hansı adam xarici maşın gedir Baboşun qapısında dayanır, gedib pul verir, kartına pul mu atır, nə var bilmirəm. O pulu qazi ailəsinə verin, şəhid ailələrinə kömək eləyin, kasıb ailələrə kömək eləyin. Niyə eləmişsiniz kasıb ailələrə? Baxın, biz də kasıbıq da. Mənim yoldaşım günahsız yerə məmura tərəfindən şərləndi, həbs olundu. 5 dənə uşaq atasızdır. Baxın, nə qədər kasıb ailə var. Niyə Baboş kimlərə baxırsınız? Niyə Baboş kimləri saxlayırsınız? Üzr istəyirəm bütün xalqdan da, məni bağışlayın. Baboşun qarnı gəlib ağzına çatıbdır, durub yeri də bilmir. Evlə yemək yeməkdən, evlə kebab yeməkdən. İlham Əliyev, hara baxırsınız siz? Hansı məmur saxlayır o Baboşu? Bayram Nurunu hansı məmur saxlayır? Əli Nağıyev saxlayır, Vilayət Eyvazov saxlayır. Bəlkə bilmirik, bəlkə onların qohum əqrəbəsindəndirlər, heç tanımırıq. Bəlkə onlardan da ona görə saxlayır, əllərinin içində saxlayırlar. Bəlkə Əli Nağıyev saxlayır. Mənim müraciətim budur ki, mən 5 dənə körpə uşağımın sosialını vermirlər. Şahpulu verilmir. Mənim 5 dənə körpə uşağım acdır. Mən xaladenik kimi də çəkib verəcəm. Baxarsınız, kartımı da qoyacam. Mən ona görə müraciət eləyirəmsə, o Baboş kimi adamlara kömək eləyirsiniz, mənə də kömək eləyin. Mənim də uşağım istəyəm qarnı tox olsun. Biz çıxıb müraciət eləyəndə, prezidentə çıxıb müraciət bir kəlmə söz deyən kimi, məmur gəlir ki, səsini kəs. İlham Əliyevin sözün getməsin, İlham Əliyev eşitməsin. Və necə olur? Mən 1 il 9 ay siqlam vermişəm, 1 il 9 ay. Baboşam var ki, bir dəqiqənin içində sosial şəbəkəyə çıxsın, bir kəlmə İlham Əliyevə desə, o dəqiqə məmurlar gedib ona köməkli eləyəcək. Onu eşidəcək məmurlar. Amma biz 1 il 9 aydır müraciət elədik, nə İlham Əliyev eşitdi, nə Mehriban xanım eşitdi. Mən xalqıma müraciət eləyirəm, imkanlı ailələrə müraciət eləyirəm. Mən də, mənim yoldaşım da Seyiddir, balalarım da Seyiddir. 7-ci imamlardandılar. Seyid balalarıdır. Xahiş eləyirəm, o Baboş kimi adamlara, kömək eləyən adamlara var, onlara müraciət eləyirəm. Onlara kömək eləyirsiniz, kasıb ailəyə də kömək eləyin. Mənim uşaqlarıma köməkli istəyirəm. Mənim müraciətim budur ki, mənim uşağıma köməkli istəyirəm ki, mənim uşağım ac qalmasın. Mənim yoldaşım həbsxanada. Mən onun yanına gedə bilmirəm. Bir qəpik göndərə bilmirəm. Pulum yoxdur. Kasıb bir insanam. Nə olar kömək eləyəndə? Xahiş eləyirəm. Mən 5 dənə körpə uşağıma kömək istəyirəm. Yoldaşıma kömək istəyirəm.
Xahiş edirəm, kimin gücü nəyə çatırsa, 1 manatdan, 2 manatdan kimin gücü nəyə çatsa kartımı da qoyacam. Mənim uşağıma çörək pul istəyirəm. Sosialımı vermirlər Sahil Babayev, uşaq pulumu vermir. Uşaqlarımın, mənim az yaşlıdır, körpə uşaqlardır. Mən bir dənə az yaşlı, 1 yaşlı körpə uşağıma pamperzi zorla tapıb alıram. Yəni, xahiş edirəm, mən kömək istəyirəm sizdən. Mənə köməkli edin. Mən kartımı da qoyacam. Kimin gücü nəyə çatır? Kim ürəyinə nə keçirsə, verirsə, ona da min şükür. Amma ki, mənim uşağım ac qalmasın. Xahiş edirəm, mənə köməkli edin. Babuş kimi adamlara kömək eləməyin. Bayram Nuru kimi adamlara kömək eləməyin. Kasıb ailələrə kömək eləyin. Xahiş edirəm. Qoy kasıb ailələr yeyəndə sizə şükür eləsin. Sizin canınıza dua eləsin. Babuş kimi adamlara eləyir, sizin canınıza dua eləmirlər. Eşidin bunu. Xahiş edirəm.